Maç başlayır. Hər iki tərəfə uğurlar arzulayırım. Qarşılaşmanın üçün Mustafa Kemal şərh eləyəcək. İlk həmlə Frontovuzdan ola bilər. Ötürmə irəliyə. Dediyini açıqladı Alejandro Serrano. Ötürmə solcağa. Zərbə top qapının üstündən. Meydanı tərk edən İsmail Zülfüqarlı idi. İlk təhlükə Araz Naxçıvanın qapısı önündə İsmailin zərbəsi. Qapıdan Füqarlı bir qədər yeridədir. Ayxan Hüseynovdan ötürmə. Qapı önünə. Zərbə alınmadı. Qaydan top. Cristian da Silva. Top qapının üstündən meydanı tərk eləyir. Bu epizoda baxırıq. Alex Souza, Ürfan Abbasov mübarizəsi gözləyən yayınmadı. Oyun epizodu idi. Da Silva yaxınlaşdı. Zərbəsi Cristian Avram. Qola imkan vermədi. Qeyd etdiyim məqam. Cristian Avram. Yağlı 5. Zərbə də pis alınmamışdı. Gəlin etiraf eləyək. Zərbə də kifayət qədər qüvvətli idi. Əla oradan. Götürüldü yerindən. Qartal kimi caynaqlarını aldı topu. Cristian Avram. Buraxmaram dedi. Rəhim Sadıqov top ələ keçirdi. Rəhim daxil oldu rəqibin cərmə meydanına. Rəhim ötürmə. Zərbə indirə tapılacaq mı? Faik Hacıyev və gol! Baxıraq, Rəhim Sadıqov burada. Əla oynadı. Gördü, hiss elədi. Əslində burada son toxunuş hətta Ribeiro'dan olmuşdu. Ona dəyən top düşdü orada Faik Hacıyevin önünə və Faik Hacıyev fürsəti qola çevirdi. Bax burada. Frontovuz öndədir. Sən sonlarına yaxın üstünlüyü qazandı. Ona komanda. Frontovuz tribunası coşur bu dəqiqələrdə. Amma hər bir epizod olduğu üçün burada da vardı epizod dəyərləndirilir. Əliyar Ağayev'də tələs. Ribeiro ardından top itirdilər. Rəhim Sadıqov burada da. Ayxan Hüseynov birbaşa zərbə top qapıdan yan keçdi. Bağışladı orada Araz Naxçıvan futbolçuları ardından Ayxanın zərbəsi. Avramın müdaxiləsi. Bir daha baxaq. Burada. Cristian Avram barmaqlarının ucu ilə var. Ayxandan ötürmə, qapı qarşısına. Başla zərbə! Topu uzaqlaşdırmaq mümkün oldu orada. Baxırıq, bax, bu epizodda Ayderson Hurtado özdə yerə dəyən top qapıçılar üçün necə təhlükəlidir, necə çətindir, yaxşı bilir. Amma qapı önündə olan futbolçulardan Araz Naxçıvan oyuncularına İsu Paroya dəydi və Ülvi İskəndərov. Ülvi sağına soluna boylanır, yenə də zərbə indirmək istəyir. Ülvinin zərbəsi. Ötürmə, qapı önünə, başla zərbə, ikinci cət və gol! Gol, 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 gol! 1-1, son toxunuş, İsu Paro'dan oldu səhv etmirəmsə. Bir anlıq qarşılıq və bu durumdan istifadə etməyi bacardı ev sahibi komanda hesab. Baxırıq epizodun təkrarına. Burada Vanderson Melon'u başla zərbə niyyəti ardından top İsu Paro'nun önünə düşdü. Daha doğrusu gerisinə düşdü və o da daman zərbəsi ilə topu Frontovuzun qapısından keçirir. Gol qaydalar çərçivəsindədir burada. Hər hansı bir offsaytdan və yaxud da ki qayda pozuntusuna söhbət gedə bilməz. Hesab bərabərləşir. Araz Naxçıvan istədiyi qolu ikinci hissənin əvvəlində vurmağı bacardı. Burada qayda pozulub. Alex Souza yerdə qalıb. Ayxandan ötürmə, qapı önünə, başla zərbə olacaqmı? Yox, top düşdü orada Cristian'ın önünə. Faik də o yerdə qalıb, Faik Hacıyev. O dəyərləndiriləcək, biz də baxırıq. Bax, burada topu uzaqlaşdırırdı Vanderson Melo. Həmin toxunuş Faik Hacıyevə oldu. Və ondan sonra Faik Hacıyev yerdə qalır. Ötürmə irəliyə. Qayda pozuldu. Vanderson sarı vərəqəsini gördü. Bu onun ilk sarı vərəqəsi deyildi. Çünki buna qədər yəqin xatırlayırsınız, alt xəttin yanında qaydanı pozmuşdu.
Bu onun ikinci sarı vərəqəsi. Trontovuz sabahla da oyunda rəqib qırmızı vərəqə aldıqdan sonra qalib gəlməyi bacarmışdı bu dəfə. Araz Naxçıvan bir nəfər hazırda qalır. Fürsətdir qonaq komanda üçün. Araz Naxçıvan isə artıq yəqin ki şara gəldi. Əli Ağayevdən Raman Machado. Raman Machado top qapının üstünə meydanı tərk eləyir və dərhal indi Gesamok top oyuna daxil edir. Böyük ihtimalla bu uzun ötürmədi. Samokdan, bəli. Trontovuzdan ailəki oyundan edirdi amma bitdi. Bu da Əli Ağayevin final fiti. 31-ci turun açılış maçı Araz Naxçıvan Turan arasında keçirildi.